Professor, ayaqların arterial xəstəlikləri nədir və təhlükəlidirmi? Ayaq arteriyalarının zədələnməsinin bir çox səbəbləri var. Onlar içərisində əsas yeri tutan ateroskleroz deyilən bir xəstəlikdir. Ateroskleroz çox geniş yayılmış xəstəlikdir. İstər ayaq arteriyalarını, istərsə bədəndəki bütün arterial damarları zədələyə bilər. Ayaqlarda bunun xüsusiyyəti nədir? Nə üçün biz bunun üzərində çox ciddi dayanırıq? Və buradan da mən müraciət edirəm xalqımıza, bizi dinləyənlərə ki, əgər ayaqlarında arterial damarlarda hər hansı bir patologiya, dəyişiklik hiss edirlərsə və yaxud da ayaqlarında hər hansı bir diskomfort hiss edirsə, hökmən müayinəyə olunmasına diqqət yetirsinlər. Burada nədən gedir söhbət? Əvvəlcə xəstəlik gizli formada gedir. Müəyyən vaxtdan sonra artıq xəstəlik, belə dediyimiz bir simptom var, fasiləli axsama simptomu. İnsan müəyyən məsafəni gedir və məsafədən sonra dayanmalıdır, dincəlməlidir, bəzən hətta oturmalıdır və sonra davam etməlidir. Və bu ikinci mərhələdir. Üçüncü mərhələdə isə artıq kritik işemiyadır. Yan ayaqda ciddi dəyişikliklər gedir. Sakit vaxtda ağrılar, ondan sonra müxtəlif trafiki dəyişikliklər və sonda isə qangrenaya gətirib çıxarmış olur. Ona görə mən hər bir bizə dinləyən insana müraciət edirəm. Əgər ayaqlarınızda üşümə, ayaqda yorğunluq, ağrılar get-gedə artması, dırnaqların qırılması, sınması, ayaqda tüklərin tökülməsi, bu əlamətlər hiss edirsə və dərinin avazıması varsa, hökmən damar cərrahına müraciət edin. Vaxtında biz onun bugün müasir üsulların vasitəsilə qarşısını ala bilərik və sizi çox böyük bir bəladan, yəni qangrena deyilən bir qorxudan xilas eləyə bilərik. Müasir təbabət, müasir damar cərrahiyası çox geniş imkanlara malikdir və sizin üçün də biz lazımi müasir tələblərə cavab verən müalicə planı tərtib eləyə bilərik. Təşəkkür edirəm.